Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai yaşayış obyektlərində növbəti reydlər aparıb. Bölgə TV xəbər verir ki, yoxlama zamanı Dostluq restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. Santo Mare, Duyğu, Şərur, Regnum və Oregano restoranlarının menyularından dəvə qutabının çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. Antalya restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq müşayiət edici sənədlərin mövcud olduğu məlum olub. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib, mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həzminin dəvə qutabı adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri davam etdiriləcək. Rəna Rövşənqızı, Bölgə TV.